Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Möhkem durdular. Budur Azerbaycan. Budur Azerbaycan. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Salam İşki Xəbəri Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Bugün biz öz missiyamızı yenə də davam etdirib, şəhid və qazi ailələrində, evlərində olur, onların keçdiyi qəhrəmanlıq yollarından bəhs edən video çarxlar hazırlayırıq. İndi biz şəhid Amal Alışanlı Seyfəddin oğlunun evindəyik. Qeyd edək ki, şəhidimiz Amal Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir. Gəlin onun ailəsi ilə yaxından tanışılaq. Ataçım, sizin bir ürək sözü eşitmək istəyir. İlk öncə hər birinizi salamlayıram, xoş gəldin eləyirəm. Allah sizi və 102 xidmət çəkilişinin, xidmətinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, bugünkü günlər şəhidlərimizi tanıdırsınız və yaşadırsınız. Allah cəmi şəhid bağlarımızın məqamlarını uca eləsin, yerlərin behişt eləsin, bütün qazi bağlarımıza, qardaşlarımıza Allah şəfa versin. Bildiyiniz kimi, mən xüsusi təyinatın kəşfiyyatçısı, 44 günlük vətən müharibəsinin qəhrəmanı, şəhid Amal Alışanlının atasıyam. Və Amal Alışanlı demək olar ki, valla attığı addımla belə, yəni Amal Alışanlı mən bir şəhid atası kimi, yəni oğlumun göstərdiyi qəhrəmanlarlıqla fəxr edirəm və Amalın timsalında bütün şəhidlərimizlə fəxr edirəm, qürur duyuram. Allah dövlətimizi qorusun, Allah Taala millətimizi qorusun. Bunlar öz sözlərin, öz başlarının üstündə dalğalanan üç rəngli bayraq ilə son nöqtəni demişdilər. Allah məqamlarınızı eləsin, Amalın timsalında cəmi şəhidlərimizi. Çox sağ olun bu qədər. Heç nə qorxutmadı bu oğulları. Qısa həyatları qalsa da yarı. Söşüb qaranlığı, aydınlıqları göylərin üzünə sərdi şəhidlər. Boş verib ən ülvi diləşlər. Şirvan şəhərindəyik. Xüsusi təyinatlı şəhid balamızın Amal Alışanlının evindəyik. İndi gəlin onun ailəsi ilə yaxından tanışılaq. Qəhrəmanımız haqqında bilmədiyimizi onun valideynlərindən öyrənəcəyik. Buyurun ana, özünüzü təqdim edin. Mən Alışanova Heyranə, şəhid Alışanlı Amalın anasıyam. Bizə də xoş gəlmisiniz, həmişə siz gələsiniz, Allah köməyiniz olsun. Belə şəhidləri çəkib tanıdırsınız, Allah sizlərdən razı olsun. Amal balamız necə bala olub, körpəliyi necə olub? Amal çox fərqli bir uşaq olub. Yəni, Amalla danışmaq çoxdur, yəni nə qədər danışsam da doymaram. Çünki Amal o qədər fəxirli evlad idi, həqiqətən. Yəni, bunu hamı deyər, məktəbdə, işlədici yerdə, yəni hamı başına and içirdi. Elə yəni bir oğul idi. Zəhmətkeş, qayğıkeş, istəməzdi kimisə incitsin, elə bir uşaq idi. İşindən məktəbə, məktəbdən gəlirdi, biraz yatırdı, yenə həmçinin qaydırdı işini. Amma həmişə deyərdim, amma sən də gündüz növbəsində işlə də. Deyirdi, yox, mən üçün gecə rahatdır.
İndi oturub fikirləşəndə deyirəm ki, bu elə ömürlük yatacaq imiş. Ona görə həmişə gecəni istəyirdi ki, gecə yatmasın. İşləyirdi, məktəbə gedirdi, müəlliməsi zəng edirdi ki, Amal başını qoyub stola yatıb. Deyirəm ki, Amal ged evə, deyirdi gəlmir. Yəni Hicran müəllimə 20 nömrəlidə Hicran müəllimə çox, yəni o hələ bizim qapımızı açmayıb Amal şəhid olandan sonra. Yəni deyir heç vaxt da gələ bilmərəm də, istəmirəm sizinlə üz-üzə gələm. Yəni Amaldan, o qədər mən Amaldan maraqlanırdım hər dəqiqədə. Deyirdi, baxıram ki, sən başqa cür bir anasan da çox ondan maraqlanırsan. Ki, onun bilirsən ki, yaxşı uşaqdır. Deyirdim, o qədər qoruyuram onu. İstəmirdim ki, ayağına bir daş dəyədi o dərəcədə. Deyirdi, deyirəm ged evə, deyirdi müəllimə yox, Amal işləmə, deyirdi yox, işləyəcəm və evdə kömək lazımdır, atama kömək eləyim, özümüz öz xərcliyimizi çıxardaq. Yəni belə uşaq idi də, Amaldan nə qədər danışsam, yəni söz çoxdur. Yəni siz sual versiniz, mən cavab verirəm. Amalın şəhid olduğu günü necə xatırlayırsınız? Amalın şəhid olduğu günü vallahi heç yəni xəyalıma gəlməzdi açığı. Amalın şəhid olmağı niyə? Amal Pirişevdə idi. Yəni fikirləşməzdim ki, Amal orada gedər, Amal şəhid olar. Göytəpədə idi Amal. Xüsusi təyinatda. Yəni biz ora gedirdik Amalı həmişə görməyə. Yəni o balaca gedə qaçırdı pəncərədən, deyirdi görüm bu çastın adı nədir? İçəridən işarə eləyirdilər ki, olmaz. Baxma, belə elə, heç üstündə adı da yazılmamışdı. Amma onu bilirdim ki, yəni sonra bildi ki 073'dür. Həmişə gizli də məxfi, bir sözünə məxfi idi ora. Nə də fikirləşməzdim ki, Amal şəhid olub. Deyirdim, Amal yardımlıya gedərdik, gələrdik, dönərdik. Deyirdi, ayana tez-tez gəlməyin yanıma da. Uşaqlar deyir ki, sənin valideynin. Deyirdim, denən ki, bizim evimiz buradadır. Onu gülürdü, həqiqətən, yəni yolumuzun üstü idi. Gedib maraqlanırdıq, yəni ona görə də heç şəkim ötməzdi. Elə oldu ki, 21-dən bəri Amalı gündə evinə danışdırdılar. Deydim, ay Amal, nə yaxşı səni danışdırırlar. Dedi, ana, biz təlimdə idik. Hə, yenə təlimə gedəcək. Ana, bəs indi mənə ola bilər pul zad lazım olar. Hə, ata pul atar. Ay, narahat olma, mən pul istəməyəcəm. Belə nəsə belə sözlər danışırdı. Bu gündə başladım gülməyə, həqiqətən. Dedim ki, ay Amal, valla bu işdə bir iş var. Səni belə tez-tez qoymazdılar danışmağa. Dedi, yox ana, narahat olma. Yəni heç bir şey yoxdur da. Sadəcə icazə veriblər ki, danışın ailələr üzünə. Gündə, hər gün. Elə oldu ki, ayın 25 idi o. Gördüm saat 1'dir. Zəng elədi, qardaşı ilə danışdı. Gördüm ki, Amal deyir ki, ay ana, Amal deyə danışan. Dedim saat 1'dir, Amalın indi yatmaq vaxtıdır. Amal nə yaxşı. Aldım telefonu, gördüm gülür elə. Dedim, ay Amal, niyə gülürsən? Valla sən belə, sizi niyə bu qədər belə? Gördüm ki, nəsə belə qeyri-adi bir səs gəlir. Dedim ki, ay Amal, valla səs gəlir, məni eşitməməzliyə alırdı. Dedim, Amal, səs gəlir, dedi, ana, Qazanxana part deyib. Güya, əsgərlər onu düzəldir, onun səsidir. Amma bildim ki, o səs deyil. Nəsə belə oldu, qaldı. Səhəri 26'sı, demək, bunlar uca gediblər. 27'sində müharibə oldu, valla yenə inanmadım. Dedim, Amalı heç kim aparmaz da. Müharibə də başlayandan sonra yenə inanmırdım. 1-2 gün hamı deyirdi, Amaldan danışmısınız. Deyirdim, yox. Belə rahat, çox rahat idim də. Nəsə, axırda buna dedim ki, yox, belə olmaz. Biz maraqlanıq, amma Amalın elə bir xasiyyəti var idi. Mən danışmasam, siz mən danışdığım nömrəyə heç vaxt zəng eləmir. Yığmazdıq heç vaxt. Özü danışardısa danışardı. Nəsə, bunu məcbur elədim, danışdıq, o nömrələrə zəng çatmadı. Amma bir müddətdən sonra, yəni, onu deyim ki, 20 hardasa ayın 7'si idi. Bizim qonağımız da var idi. Elə işlərimi gördüm, çox rahat oldum ki, dedim, ay Seyfəddin, Amalın gələn vaxtıdır. Mənə kömək elə tək edir. Nəsə, bu evdə bir-iki işlər var idi. Amma elə gecə oldu, gördüm, sən narahatam. Ürəyin, ana ürəyidir. Hə, hiss elədim ki, nəsə var. Bizim də bu Qədirxumun yiyəsi, çox sağ olsun, Allah ondan razı olsun. Qonşu dedi ki, bəs onlar eysan veriblər. Bir xüsusi təyinatdakı uşaqlar torpaqları alıblar. Bəs şəhid olub, Hacı İltifatgil. Şəhid olanlara eysan süfrəsi açıblar. Elə bil bunu eşidəndə çox narahat oldum.
Sırası hiss elədim ki, Amala nəsə olub. Nə bilim, Amal orada işçi idi, Qədirxanda. Tez hiss elədim ki, yəqin ola bilər ki, Amala da nəsə olur. Səhərə qədər büküldüm, belə oturdum. Məni necə belə yuxu aparıbsa xəbərim olmadı. Səhər açıldı, gördüm, qaynım gəldi ki, bəs Amal danışıb, dedi, yox. Elə sırası dedilər ki, Amal şəhid olub. O bilən, bu bilən, ondan sonra heç nədən xəbərim olmayıb da. Nətər qışqırmış, hay-küy, heç nədən bilməmişəm, xəbərim olmayıb. Nəysə, belə getdi yardımlıya, yardımlı da gətirdilər, orada dəfn olundu. Yəni, öz istəyimizlə, kimsə bizi məcbur eləmədi ki, yardımlı bura, buradan da sağ olsun icra başçımız. Dedi ki, maşını göndərək, gətirsin, burada dəfn olunsun, Amal burada 5-ci şəhid idi. Yəni, özümüzün, öz istəyimizlə yardımlıya getdi. İndi bəlkə də sonralıq olsaydı, belə eləməzdi, elə burada evimizin yanı idi, burada dəfn olunardı. Yəqin qisməti də oraymış. Ona görə də orada dəfn eləmişik. İndi ölən günə qədər də borcumuzdur. Ona görə əziyyət çəkib, ziyarət eləmək. Anaya bircə sual vermək istəyirəm. Yəni ki, siz bayaqdan müsahibə verirsiniz, mənim fikrim başqa yerlərdədir. Yəni, Amal haqqında nə bilim, nə qədər danışsaq da, mən elə gəlir ki, bizim şəhidlərimiz haqqında bunu, yəni, heç yana sığmaz, heç bir kitaba da sığmaz, heç nəyə sığmaz. Sizə bir sualım gəldi, yəni sual vermək istəyirəm. Körpəlikdə, yəni, üzr istəyirəm, övladınız oldu, oğul uşağı oldu da, gəldi Amal dünyaya, sizə analıq statusu verdi. Amma indi sizə Amal verdi şəhidlik, şəhid ana statusu verdi. O statuslar sizə necə? Hansı status sizə daha da yaxındır? Onu demək istəyirəm. Əlbəttə ki, şəhidlik statusu. Çox. Nə bilim, yəni çox da danışa bilmirəm. O analıq hissi bir başqadır. Amma şəhidlik anası olmaq bir başqa şeydir. Yəni onda fəxr eləsəm də bunun qədər fəxr eləmirəm. Düşüncə nə bilim, bir dənə üzr istəyirəm, sizə söz deyim ki, o övlad dünyaya gələndə qohum, əqrəbə, qonum, qonşu bildi, düzdürmü? Amma sizə şəhid anası statusu vermək, bütün Azərbaycan bilir, bütün ölkə bilir, bütün dünya bilir. Yəni bu status sizə mən elə gəlir ki, daha da yaxın və əziz olacaq. Əlbəttə ki, çox əzizdir. Yəni heç hər şeyi mənim yadımdan çıxardı. Hər şeyi, 5-də uşağın toyu olmuşdu. Mən, yəni görənlər, bilənlər bilir. Bir gözüm ağlayırdı, bir gözüm gülür. Çox sağ olun ana. Allah şəhidimizə rəhmət etsin. Çox sağ olun. Bəli, hörmətli tamaşaçılar, indi sizə qısaca bir məlumat vermək istəyirdim ki, yəni bir Allahın möcüzəsini sizə danışmaq istərdim ki, bizim şəhid balamız Amalın, yəni doğum gününə təsadüf edilən bir möcüzədən danışacağam. Amal, yəni fevralın 11-i 2001-ci ildə anadan olub. Şəhidliyə amma oktyabrın 8-i 2020-ci ildə. Yəni, mən danışa bilmirəm, doğrudan da mənə çox çətindir. Şəhid balamızın doğum günündə Allah Taala 24 ildən sonra, yəni 2020-ci ildə balamız şəhid olub, 2024-cü ildə fevralın 11-i, yəni doğum günündə, yəni Amalın doğum günündə Allah Taala bu ailəyə, bu gözəl ailəyə, şəhid ailəsinə bir övlad payı bəxş edib. Yəni sevinç payı bəxş edib. Bu möcüzəni danışmaq mənə doğrudan da çox çətindir. Yəni bu ananın, atanın, bəlkə də göz yaşlarının qarşısını almağa bir təsəllidir. Yəni Allah Taala tərəfindən bir möcüzədir. Bir övlad
evdən gedir, şəhid olur. Allah Taala bir şəhidimizi ucalara, zirvələrə, şəhidlik zirvəsinə qalxızır. Bir tərəfdən də Allah Taala bu qapını açıb ona yenidən bir övlad payı bəxş eləyir. Özü də oğlan. Adını da qoyurlar şəhidimiz Amalın adını. Biz nə arzulayarıq bu valideynləri? Arzulayarıq ki, bizim kiçik Amalımız qardaşı ilə, şəhid qardaşı ilə hər zaman fəxr eləsin. Fəxr eləsin, başı uca gəlsin ki, mənim qardaşım şəhiddir, mənim qardaşım qəhrəmandır, mənim qardaşımı ölkə tanıyır. O hər zaman bizim kiçik balamız hər zaman başı uca gəzəcəkdir. Bununla bağlı nə deyə bilərsiniz? Bir valideyn kimi, bu Allahın möcüzəsi ilə bağlı. Vallahi bizim özümüzə də açığı təəccüblü bir şeydir. Yəni həqiqətən belədir. Nə bilim, başqa tarixdə də ola bilərdi. Allah onu qızda verə bilərdi. Şükür. Bu günə bunu təsadüf eləyib bir oğlan evladı verdi. Biz də elə Amalın adını ona verdik ki, Amalın adına layiqli bir oğul olsun. Amal vətənə yolunda qəhrəman oldu, şəhid oldu. Bu da inşallah bili qəhrəmanı olar. Nə bilim, sevindirər bizi inşallah. Ata, kısaca da olsa sizin fikrinizi bildirmək. Bilirəm, çox çətindir, amma ki, sizə bir dənə söz deyim. Bu çətin olmağından baxmayaraq, amma şərəflidir. Çox şərəflidir, sevinclidir. Şərəflidir ki, şəhid atasısınız. Bu sizə stimul verir. Bu sizə, necə deyərlər, başı uca gəzməyi verir. Azərbaycan xalqı tanıyırsın, oğlunuzla fəxr edirik hamımız, kiçikdən böyüyə kimi. Amma bir övladımız da, ikinci Amalımız da dünyaya gəldi. Mən bunu deyə bilərəm ki, yəni Amal elə bir oğludur ki, şükür onun böyüklüyünə, yəni Amaldan ola bilməz. 100 dənəsi də gəlsə, Bəli. Amaldan ola bilməz. Ancaq şükür bugünkü günə ki, Allah onun yerini boş qoymadı. Ən azından bizim ürəyimizin yarasına biraz su səpdi. Bunu həyata qaytardı bizə, verdi bizə qismə. Ancaq Allahdan arzum budur ki, Allah bütün şəhid ocağın övladla, nəvə ilə sevindirsin və o qəhrəmanlarımızın adı hər bir ocaqda çəkilsin. Amin. Hər bir ocaqda çəkilsin, yaşasın qəhrəmanlarımız. Və bunu balaca Amala söz gələndə, yəni bu Amal sanki Allah varlığın bir daha sübut elədi mənə və mənim timsalımda bütün Allah yaratdığı nökərlərinə bir daha varlığı sübut elədi ki, bugünkü gün, bəli, Allah böyükdür, Mən varam və Allah yaradandır, alandır və verəndir. O tək Allaha məxsusdur. Mən şükür eləyirəm Allaha ki, Amalın yerini boş qoymadı. Yəni, başımızı qarışdırırdı. Bunu Allah eləyib. Bunu gözü dolu görəsiniz. Allah bütün ocağı sevindirsin. Çox sağ olun, var olun. Allah Taala hər bir ocaqdan körpə səsi gəlsin və bütün şəhid ocağından körpə səsi gəlsin, nəvələrindən, özlərindən. Yəni o şəhid balalarımızın necə deyərlər, yaşasın, adı çəkilsin hər bir ocaqdan. Amin. Allah millətimizə bundan sonra acı gün göstərməsin, cavanlarımızı, əskərlərimizi, körpə balalarımızı müharibə ilə imtihana çəkməsin. İnşallah Allah devlətimizi var eləsin, güclü eləsin, ömrün uzun eləsin Cənab İlham Əliyevin. Çünki hər şey mənə elə gəlir ki, siyasət ilə həyata yetirir, sülh əmin-amanlıqla həyata yetirir, müharibəsiz hər şeyi həll edir. Özlərim təşəkkürümü bildirirəm buradan da Cənab İlham Əliyev cənablarına. Yəni Allah qorusun, can sağlığı versin. Hər zamanda diqqət və qayğısı biz şəhid ailələrinin
üstündədir. Onu da qeyd eləyək ki, sizə qısaca məlumat verim ki, bizim 102 Xəbər Info və Inform Xəbər TV-nin baş rəhbəri, bədii rəhbərimiz, direktorumuz bizim Azər Xudayaroğlu özü şəhid qardaşıdır. Yəni Gəncənin ilk şəhidi, bacısı Məxluqa bacımızın qardaşıdır. Yəni o şəhid qardaşı olmaqla bərabər şəhid ailələrinə ən çox çəkilişlərimizi, yəni şəhid ailələri ilə bağlı, qazilərlə bağlı video çarxlar hazırlayır və şəhidlərimizə hər zaman hörmətlə yanaşır və Azər Xudayaroğlu'nun salamını sizə çatdırırıq. Çox sağ olun. Sağ olun. Bizim də bir şəhid ailəsi kimi bizim də bir salamlarımızı Azər Xudayaroğlu'na çatdırarsınız. Yəqin ki, onlar çox güman edirəm ki, bizi başa düşür. Yəni qeyri-vətəndaşlara nisbətən Azər Xudayaroğlu bizim Acımızı bilir. acımızı, ağrımızı bilir. Allah Taala biz çəkən ağrı acını heç bir valideynə nəsib eləməsin. Öz təşəkkürümüzü bildiririk bir şəhid ailəsi kimi. Azər müəllimə də Allah can sağlığı versin. Sağ olsun ki, bugünkü gün bu çəkilişi yəni bizlər üçün göndərib, şəhid ailələri diqqətindədir. Mən elə də başa düşürəm, elə həqiqətdə də elədir. Çünki biz nə çəkiriksə, o da çəkir, o da yaşayır, o daha yaxşı bilir. Ona görə də öz minnətdarlığımızı bildiririk Azər müəllimə. Elə hər zaman belə addımlar atsın, şəhidlərimiz yaddan çıxmasın, inşallah çıxmayacaqdan. İnşallah. Çox sağ olun. Bəli, hörmətli tamaşaçılar, bizə göstərilən köməyə görə Şirvanşəhər İcra Hakimiyyətinin rəhbərliyinə, başçısına və Şirvanşəhər Qazilər Cəmiyyətinin sədri Akşin Abdullayeva minnətdarlığımızı bildiririk. 102 Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informatorlar İlahə Salih qızı və Elxan Hüseynoğlu. Şirvan. Gələrəm